İnsan var günahlardan çekinir ama itaat yok. Görsen maşallah ama oğurluk yok, zina yok, içki yok ama namaz kıl. Var da yani deməli görsən her şey var, görsən oruç tutmur. İtaate bacarmır səbir. Və sonra ki ne geldi? Vasabiru varabitu. Ne demektir varabitu? Əlavə xeyir əməllər üzərində, yəni nəfsi bağlamaq. Əlavə xeyir əməllər üzərində nəfsi bağlamaq. O da çətin şeydir. Yəni sən həmişə, yəni gedəsən namaza durasan, sübh namazı yəni qılasan, orada ayələr oxuyasan. Bunlar hamısı xeyir əməllərdir. Peyğəmbər sallallahu kim gelib sübh namazında 2 ayə oxuyarsa 2 dəvə vermiş savabı qazanar. 3, 4, 5 nə qədər amma kim eləyir o? İqamə ilə əzan arasında dualar qəbul olunur. Amma iqamə əzan olunur, hamı gülür, hamı danışır. Hələ o arada da, o 5 dəqiqə arada da o ticarət gedir. 5 dəqiqə arada da atan necədir, anan, qardaş, başa düşdükdə o 5 dəqiqə ərzində, o 5 dəqiqə ərzində Peyğəmbər sallallahu dualar rədd olunmur. Namaz qılınır, hamı qaçır ara, çayxanaya. Məğriblə işə arasını səbir eləyib otura bilmirlər. Hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim o namaz qılan yerdə oturarsa musallədə, dəstəmazı pozulmazsa, yəni dəstəmazını pozmaz. Mələklər deyər ki, Allahım sən onu bağışla, sən ona rəhm elə. Mələklərin duası da qəbul, ta ki işə namazın əzanına kimi. Yəni bundan böyük savab nə olar?